Daxili bazarda avtomobillərin qiyməti niyə yüksəkdir? Bazara girən qiyməti eşidib qorxudan barmağını dişləyir. Bugün sən alıcı Azərbaycanda maşın almaq istəyirsənsə, təkcə maşını yox, gömrüyünü də düşünməlisən. Çünki maşından çox gömrük baha çıxır. 5.000 dollarlıq maşın gələndə görürsən 9.000 dollar oldu. Daxili bazarda məhz bu sistem üzərində qurulub. İllərlə maşın almaq həvəsi ilə yaşayan bəs alıcılarımız bazarda nə düşünür? Gözləyim qiymət düşsün, yoxsa indi alım? Sabah isə artıq yeni qərar, yeni qanun qüvvəyə minir. Məsələn, qonşu dövlət Gürcüstanda maşın idxalı çox sadədir. Rüsum azdır, prosedur tezdir. Dövlət maşın ticarətindən pul qazanmaqdan daha çox dövriyyəni artırmağa çalışır. Bizdə isə gömrük rüsumunu eşidən alıcını az qala infarkt vurur. Yəni qiymət ümumi qalxır və bazar ona uyğun formalaşır. Gömrük sabah 50% ucuzlaşsa, sən dərhal hansı maşını gətirərsən? Sabah isə hansı qərar, hansı qanun qüvvəyə minəcəksə, onu bilmədən sizinlə sağollaşıram.